Bir çox qadınlar üçün faydalı olan kitab haqqında danışmaq istəyirəm. Robin Norwoodun Türkçə Qadın əgər çox sevərsə və yaxud aşırı çox sevən qadın. Yəni ingilis dilində, rus dilində var. Bu audio kitab şəklində də var. Məsələn, rus dilində dəqiq var, yəqin ki, hələ ingilis dilində də var. Qulaq asa bilərsiniz. Deməli, burada hansı qadınlardan gedir söhbət? Siz çox fədakardırlar. O qadınlar ki, belə bilirsiniz, həyatlarında elə bir insanlarla münasibət qururlar ki, harda hər zaman ya xilaskardılar, ya belə əlçatmaz bir insandır, soyuq bir insandır, narsistik bir insandır və yaxud tutalım müxtəlif asılılıqları var, narkotik maddələrdən, alkoqolizm və yaxud ludamaniya olsun. Yəni elə bir insanlarla münasibət qururlar ki, deyir ki, mən bunu dəyişdirəcəyəm, insanı düzəldəcəm, aşırı sevsəm, mən onun hər zaman yanında olsam, hər zaman dəstək olsam, mən özümü çox dəyişdirsəm, yəni düşünür ki, məndən asılıdır, mənim bu münasibəti gözəlləşdirə bilərəm, onu mən yaxşıya tərəf çevirə bilərəm, mən onu bir sözlə sağaldacağam, mən onu dəyişdirəcəyəm, fantaziyalarında qalırlar. Amma düşünmür ki, yaxşı, bəs özünə çönüb demir ki, bəs məni kim sevəcək, bəs mənə kim qayğı göstərəcək, bəs mənə kim dəstək verəcək. Yəni ki, bu insanların illəri, həyatları, ömürləri gedir. Və həqiqətən də burada mənəvi olaraq, psixoloji olaraq, fizioloji olaraq bu qadınlar çökdükcə çökürlər və çox gözəl müxtəlif nümunələr var. Bu Robin Norwoodun yanına gələn müxtəlif qadınların hekayələri var burada. Danışılır, onlar necə bir insanlarla münasibət qurublar, onların keçmişdə o qadınlar hansı valideynlərlə böyüyüblər ki, tutalım, ya hələ müxtəlif asılılıqları olan valideyn olub və yaxud narsistik valideyn olub, antisosial pozuntusu bəlkə olub. Yəni bəlkə bu insan depressiv insan olub, hədsiz çox soyuq insan olub, şiddət göstərən insan olub. Yəni ki, həmin bu ssenarini həyatda yenə başqa bir insanlarla yaşayırlar. Həmin o nəyi ki, uşaqlıqda ala bilmədilər, onun o valideyn kimi bir valideyni həyatına hələ bil o cür insanı alıb onu dəyişdirməyə çalışır. Yəni ki, burada mən sevgini ala bilmədim, qayğını, diqqəti, qəbul olunmağı ala bilmədim. Mən münasibətimdə onu bacara biləcəm. Yəni bu əlbəttə ki, şuurlu şəkildə baş vermir. Yəni o qadınlara maraqsızdır başqa cür kişilər, yəni hansıların ki, nə bir asılılıqlar var burada, istiqanlıdırlar, yəni həyatları stabildir, xaotik həyat yaşamırlar. Yəni bu qadınlara maraqsız gəlir belə insanlar, sözü ümumi götürsək, problemli insanlara can atırlar. Və həqiqətən də onlarda sonra necə aydınlanma yaşanır, onlar necə dəyişirlər zamanla. Bu kitabı oxuyan qadınlarda aydınlanma çox olacaq. Yəni terapevtik, müalicəvi bir kitabdır.